34-cü sual qəbullar dəfələrlə düşüb. Bu ovçu sualıdır. Burada gəlin biraz şərtlərə baxaq. Sual nə haqqdadır ona baxaq. Sonra da qeydiyyat aparmalıyıq. Deyir ki 5 dənə heyvan var. Heyvanların adlarını bu 5 dənə hərflə verib. 7 dənə də ağac var. 5 heyvan, 7 ağac. İndi bura bir cümlə oxumuram. Mən ümumi deyirəm şərtləri. Deyir ki bu 5 heyvan hərəsi bir ağacın dalına gizlənir. Amma 5 heyvan idi, 7 ağac. Deməli 2 ağac qalır artıq. Bir dənə də ovçu var. Bu ovçu bu heyvanları ovlamaq istəyir və gedir bir-bir ağacları yoxlayır. Hər dəfə bir ağacı yoxlayır. Heyvanlar da hər dəfə hər ağacın arxasına sadəcə bir heyvan gizlənə bilər. Çünki bir ağaca 2 heyvan sığmır. Baxın burada deyir ki, heyvan digər heyvanların gizləndiyi yeri keçə bilməz. Yəni bu o deməkdir ki, bir ağaca bir heyvan yerləşir. Sonra deyir ki, heyvan yalnız yerini ovçu onun gizləndiyi yerə gələndə dəyişir. Yəni heyvan gizlənibdir. Ovçu gəlmirsə heyvan niyə tərpənsin? Ovçu gələndə heyvan oradan qaçır. Normalda isə ora onun üçün təhlükəsiz yerdir deyə orada qalır. Və burada əsas şərt var. Yəni daha ən önəmli şərt budur ki, yəni sualı tapmamıza kömək edəcək şərt. Deyir heyvan özlərinin axırıncı tərk etdiyi yerə qayıda bilməz. Öz son tərk etdiyi yerə qayıda bilməzlər. Çünki heyvan bir ağacın arxasını tərk edibsə, deməli ora ovçu gəlib. Ovçu gəldiyi üçün həmin heyvan bu ağacı təhlükəli hesab edir, bir daha ora qayıtmır. Bu məntiqlə bunları yadda saxlaya bilərik. Bir də burada deyir ki, heyvan ovçu ilə yerini dəyişə bilməz. Bu nə deməkdir? Tutaq ki, ovçu, indi ağac adlarından götürək birini. Tutaq ki, ovçu palıd ağacının arxasını yoxlayıbdır. İndi ovçu gedir küknarı yoxlamağa. Düşünək ki, küknarda da heyvanlardan biri var. Tutaq ki, M var. Ovçu palıddan küknara gedərkən M özü palıda qaçsın, gizlənsin, bu ola bilməz. Deyir ki, heyvanlar ovçu ilə yerini dəyişə bilməz. Bu o deməkdir ki, ona görə dəyişə bilməz ki, onlar yolda rastlaşacaqlar. O küknara gedir, o da küknardan palıda gedir, rastlaşacaqlar. Ovçu onu ovlayacaq. Bu mümkün deyil. İndi burada birinci cədvəl kimi deyilənləri düzürük. Sonra da bu şərtləri pozmamaqla sualı işləyirik. Baxaq. Deməli, bu şəkildə bir cədvəl qururuq. Bu cədvəldə o qədər də qeyri-adi bir şey yoxdur. Burada verilən sırayla yəni cümlələri oxuduqca ağacların adlarını düzdüm. Çinar, palıd, fıstıq, şam, küknar. Sonra deyir ki, daha 2 dənə də yer var gizlənmək üçün. Cökə və şaval. Yəni 7 dənə ağacı düzdüm. Sonra burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunlar nədir? Ovçunun elədiyi cəhdlər. Deyir ki, ovçu birinci gedişdə cökəni yoxladı. Sonra şamı yoxladı. Bunları düzürəm. Burada heç bir problem yoxdur. Sadəcə nəyə diqqət etməliyik? Bu ovçunun yoxlamalarını, yəni 1, 2, 3, 4 burada düzmüşəm. Yazdıqdan sonra bu ilk xanaya, elə bu ilk cümlədə hansı heyvan hardadırsa ilk xanadan etibarən başlayırıq düzməyə. Yəni deyir ki, L çinarın arxasına gizlənib, C palıdın, N fıstığın, M şamın, Ç küknarın. Bir dənə yer boşdur. Biz bunları elə artıq birinci cəhd kimi götürürük, yəni birinci gediş kimi yazırıq. Yəni bunları düzəndən sonra altdan 1, 2, 3, 4 deyə düzmürük. Bunun elə özü birinci sayılır. Yəni bunu səhv eləməyin ki, qalanı da uyğun gəlsin. Və deyir ki, indi 2 dənə yer boşdur, başlayaq gedişləri yazmağa və cavabı tapaq. Burada 8 dənə gediş olacaq. 8 dənə gediş boyu ovçu heç bir heyvan ovlaya bilmir. 9-cu gedişdə nəhayət onda heyvanı ovlamaq şansı yaranır və biz tapırıq ki, həmin heyvanlar hansılardır. Bizə deyir ki, ovçu birinci gedişdə cökəni yoxladı. 5 dənə ağacı düzmüşəm. 7 dənə ağac, 5 dənə heyvan düzmüşəm. Ovçunu da tutaq ki, belə bir dairə ilə işarə edirəm. Bu da olsun ovçu. Ovçu cökəni yoxladı və cökən onsuz da boş idi. Bu oldu birinci gediş. Şabalda da hələ ki dəyməmişik. İndi gedək ikinci gedişə. İkinci gedişdə ovçu şamı yoxlayır. Ovçu şamı yoxlayır. Baxın, biz demişdik ki, heyvanlar səbəbsiz yerlərini dəyişmir. Ovçu gələndə yerini dəyişir. Onda o birləri sürətli bir şəkildə yazırıq öz yerinə. O birlər yerini dəyişməyəcək. Demişdik ki, ovçu ilə heç bir heyvan yerini dəyişə bilməz. Yəni, ovçunun çıxdığı yerə heç bir heyvan gedə bilməz. Onda həmin yerə çıx qoyaq ki, çaşmayaq. İndi burada kim qaçmalıdır? M qaçmalıdır. M hara qaçacaq? Şabalda boş idi, şabalda qaçacaq. Bu formada bütün gedişləri sürətli şəkildə işləməliyik. Üçüncü gedişdə ovçu fıstığı yoxlayırsa, ovçunu aparıram fıstığa, o biri heyvanları yerinə düzürəm. Ovçunun çıxdığı yerə çıxma işarəsi qoyuram ki, qarışmasın. Deməli, bir dənə boş yer qalır. Ora gəlir, hansı heyvan? N. Çünki ovçu N-ın olduğu ağacı yoxlayır, N oradan qaçmalıdır. Dördüncü gedişdə ovçu gedir küknara. Ovçunu aparıram küknara. O biri heyvanları sürətli şəkildə yerinə düzürəm. Ovçunun çıxdığı yerə çıx qoyuram. Nəhayət bir boş yer qalır. Orada hansı heyvanı qaçırmalıyımsa qaçırıram.
Ç hərfi. 5-ci gedişdə ovçu gedir çinara. Ovçunu çinara aparıram. Digər heyvanları düzürəm yerlərinə. Ovçunun çıxdığı yerə çıxma işarəsi qoyuram və bura hansı heyvan gəlir? Ovçu gəlibdir buranı yoxlamağa, çinarı. Burada da L var. L gələcək. Bir dənə burada gedişat boyu diqqət etməli olduğumuz bir şey var ki, baxın, ovçunun çıxdığı yerə heç kəs gələ bilməz, çıx qoyuruq. Amma ovçunun bir öncəki gedişdə, yəni 4-də çıxdığı yer, olduğu yer buradır, oradan çıxır deyə 5-ci gedişdə oraya heç kəs gələ bilməz. Amma ovçunun bir öncəki gedişdə, yəni 3-cü gedişdə olduğu yerə biz sonra çıx qoyuruq. Amma növbəti dəfə ora heç bir heyvan gəlmədiyi üçün növbəti dəfə ora boş olur. Yəni heyvanın qaçacaq yer növbəti dəfə ora olur. Yəni indi L qaçacaq ora. Bunu bilməliyik. Bunu sual boyunca izləyin. Növbəti gedişlərdə bunu izləyin. Bu bizə lazım olacaq. 6-cı gedişdə ovçu gedir cökəyə. Sona kimi gələk. Ovçu cökəyə gələndə M-nı, Ç-nı, L-nı və C-nı yazıram yerinə. Ovçunun çıxdığı yerə çıx qoyuram. Baxın, yenə heyvan hara qaçır? Ovçunun hal-hazırda çıxdığı yerə gedə bilməz, amma bir öncə çıxdığı yerə gəlir. Yəni onun qurtuluşu həmin yer olur. Hansı heyvandır o? N-dır. Çünki ovçu gəlibdir cökəni yoxlamağa. N oradan qaçmalıdır. 7-ci gedişdə ovçu gəlir Şama. Ovçunu Şama yazıram. C, L, N, M. Bura ovçu gələ bilməz, başqa heyvan gələ bilməz. Ç hara qaçmalıdır? Bura. Baxın, çıxma hardadırsa, növbətdə heyvan ora qaçır. Çünki ora boş yerdir. Heyvan orada qaçsa, orada onu ovçu tapmaz. 8-ci gedişdə ovçu palıdı yoxlayır. Ovçunu gətirən palıda. Bu sualda, yəni, tapılmayacaq heç bir şey yoxdur bu sualla bağlı. Sadəcə olaraq vaxt aparır. Yəni, gedişlər çoxdur. Sürətli şəkildə gedişləri yazmaq lazımdır. Bunun üçün də dəfələrlə bu sualı işləyib sürətlənmək lazımdır. İndi heyvan hansı idi? Ovçunun gəldiyi yer C idi. C oradan qaçmalıdır, gəlməlidir bura. Sual nədir? Bizdən soruşur ki, son cümləni indi yuxarıda baxacağıq. Deyir, 9-cu gedişdə ovçu hara getsin ki, o şikar sahibi olsun, yəni heyvanı ovlaya bilsin. Və yaxud da bu sualı iki cür qoya bilir. Deyir, ovçu artıq burada hansı heyvanları ovlaya bilər? Və yaxud da deyir ki, ovçu hansı ağaclara getsin ki, heyvan ovlaya bilsin. Biz burada necə yanaşmalıyıq? Baxın, ən qısa yol nədir? Bayaqdan da dediyim kimi, hara çıx qoyuruqsa, növbəti dəfə ora boş olur, heyvanlar qurtulmaq üçün ora gedir. Sualda deyir ki, ovçu hansı heyvanları ovlayacaq? Biz də deyirik ki, bura hansı heyvan gələ bilməzsə, hansı heyvanın bura gəlmə haqqı yoxdursa, gəlməyəcəksə, onlar ovlanacaq. Bu nə deməkdir? Demişdik ki, heyvanlar özlərinin axırıncı tərk etdiyi yerə gələ bilməz. Çünki onlar oranı təhlükəli görürlər, çünki daha əvvəl oradan qaçıblar, ovçu gələndə ora gəlmirlər. Həmin heyvanlar hansıdır? Deməli, baxıram ki, M və Ç. M və Ç daha əvvəl burada olublar deyə, buranı təhlükəli görürlər, daha əvvəl burada olublar deyə, bura gəlməyəcəklər. Deməli, ovçu getsə, M və Ç-ya hücum eləsə, onların olduğu ağacları yoxlasa, M və Ç-nin qaçmaq yeri yoxdur. Çünki qaçanların gələ biləcəyi yer buradır. O bir yerə doldu çünki. Biz həmişə görürdük ki, harada çıxma varsa, növbətdə heyvanlar ora qaçır. Yəni, heyvanların qurtuluş yeri buradır. Bütün heyvanlar bura gələ bilər, M və Ç-dan başqa. Çünki onlar daha öncə burada olublar. Deməli, soruşsa ki, hansı heyvanlar ovlanır? Deyirik ki, M və Ç. Soruşsa ki, ovçu hansı ağacları yoxlamalıdır ki, M və Ç-ni ovlasın və yaxud da ki, hansı ağacları yoxlamalıdır ki, ov sahibi olsun? M və Ç-nin olduğu ağaclara baxıram. Biri çinardır, M-nın olduğu ağaca şabalıdır. Ovçu çinara getsə, M-nın qaçmaq yeri, Ç-nın qaçmaq yeri olmadığı üçün Ç ovlanacaq. Şabalda getsə, M-nın qaçmaq yeri olmadığı üçün M ovlanacaq. Amma digər yerə getsə, hamısı qaça biləcək. Bu formada yadda saxlasanız, heyvanı soruşsa heyvanı götürərsiniz, ağacı soruşsa ağacı götürərsiniz. Buradan variantları seçək. Bizdən ağac soruşulur. Biz də tapmışdıq ki, çinar və şabaldidir. 2 və 5 cavab olur D variantı. Heyvanları da soruşa bilərdi. Onda da M və Ç-ni götürəcəkdik.